Salam, gününüz xeyir olsun. Bugün 20 sınavdan 11-ci sinifdən qrammatika suallarına baxaq. 1. Vurğusu dəyişməklə mənası dəyişən sözü müəyyən edin. Kampaniya, bəzək, saxta, deviz və satirik. Təbii ki, burada cavab satirik olacaq. Vurğusu dəyişməklə mənası dəyişən sözdür. Biri sifət, biri isimdir. 2. Vurğuya görə məntiqi ardıcılığı tamamlayın. Diaspor vurğu 2-yə düşür. Diktator 2-yə düşür. Dilemma 2-yə düşür. Deməli, bizə ikinci hecəyə vurğu düşən lazımdır. Dialoq, dialekt, dilavər, diplomatiya, didaktika. Deməli, bu birislərində ikinci hecəyə düşmür, amma didaktika sözündə vurğu ikinci hecəyə düşür. 3. Vurğuya görə məntiqi ardıcılığı davam etdirək. Image vurğu 1-ə düşür. İlğım ikinci hecəyə. Yaşə üçüncü hecəyə. Təbii ki, burada lazımdır bizə dördüncü hecəyə düşən söz. İcarə, iflas, iyanə, iqamətgah, indeks. Deməli, iqamətgah sözündə vurğu dördüncü hecəyə düşdüyünə görə cavab D variantı. Fərqləndirilmiş ifadələr əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Diləklər zaman ötdükcə reallaşır, nəticələr göz oxşayan olur. Demək, doğrudur. Nə? Bir yerdə yazılan yazılışından fərqli tələffüz məqamı var. Düzdür. 2 samitin qarşılığı yoxdur. Xeyr, səhvdir. 3 samitin qarşılığı yoxdur. Səhvdir. 2 cingiltili samit yanaşı gəlib. Deməli, bizdə yanlışdırsa götürməliyik, çünki bizə doğrular lazımdır. Bir dodaqlanan saiti var. Bu da doğrudur. Yanlışdır. Deməli, yanlış variantda yanlış verilib, düzdür. Deməli, 1, 4, 5. Cavab D variantı. Təəssüflə sözünün səs tərkibi bağlı səhv istəyir. Qarşılığı olmayan 2 dənə samit var. Deməli, təəssüflə orada 2 dənə samit var, düzdür. 4 kar 2 cingitli samit var. 4 kar, t, s, s, f, bəli, 2 dənə də n cingitlərdir. 4 hecadan ibarətdir, ahəng qanunu gözlənilmişdir. 1, 2, 3, 4, 4 dənə sait var deyə 4 hecadır və ahəng qanunda hamısı incələrdir. Tələffüzünü yazışından fərqli 3 məqam vardır. Təəssüflə ənin biri düşür, lalə, nandən kimi tələffüz olunur. 3 dənə məqam oldu. Tələffüz zamanı kar, samit, cingitli samitdə keçir, xeyr. L, n-ya keçir, cingitli cingitliyə keçir. Ona görə cavab İ variantıdır. Söz birləşmələrindən birinin aslı tərəfində samit qoşalığı olsa da, kar cingitli samit cütlüyünə rast gəlinmir. Deməli, 8-ci nömrə ali riyaziyyat, sərbəstlik arzusu, diqqət artıran və hədiyyə gətirən. Deməli, aslı tərəf birinci tərəfdirsə, kar samit cütlüyü yoxdur. Hədiyyə 2 dənə cingitlidir. Deməli, burada kar samit cingitliyi olmadığı üçün cavab D variantı. 7. Sözlərin tələffüzü ilə bağlı uyğunluğu müəyyən edək. Son hecanın samiti düşür. Güzəştsiz. Deməli, bir də C-ni götürsək. Bir də Y-ni şəhərdir. Sonuncu samiti soruşur bizdən. Aha. Deməli, biz bir də Y variantı. Y-dirsə C və D variantı çıxır. Sonra ikinci hecanın son samiti dəyişir, samiti düşür. İkinci hecanın son samiti. İkinci hecanın son samiti güzəştsiz. Burada T düşür deyə. 2-də C. Bir də Y. 2-də C-dirsə, heç o birislərə baxmağa ehtiyac yoxdur. Y variantdır. Biri doğru deyil. A. Qənddan sözünün deyilişi yazışı arasında 2 fərqli məqam var. Qənd səhvdir. Bəli, səhvdir. Addım sözünün deyilişi yazışı arasında fərq yoxdur. Düzdür. Şokolad sözündə dodaqlanan saat yoxdur. Düzdür. Şokolad deyirik çünki. Elzamiyyət sözündə 2 samitin kar qarşılığı yoxdur.
Kar qarşılığı deməli ə, M-nın yoxdur, düzdür yazılıb. Ezamiyyətdə bir dənə M-nın qarşılığı yoxdur da, oradakı yazılıb 2 dənə samit, o səhvdir. Deməli 8-ci sualda cavab D variantı. Uyğunluğu müəyyən edək. 9-cu sual. Tərkibində 2 məqamda uzun tələffüz olunan sait var. Tərkibində 2 məqamda. Təəccüblə sözündə uzun tələffüz olunan qanuni, qaranlıq, müqəddərat, müşəkkil. Bəli. Qanuni sözündə 2 dənə məqamda uzanan sait var. Aynen o uzanır. Birdə B. Birdə B isə C və D variantı getdi. Yazılı və tələffüz arasında 2 fərqli məqam var. Təbii ki, burada qaranlıq sözünü götürəcəyik. Qaranlıq 2 dənə fərqli məqam var. Sonra bir də hələ ki B, 2-də C. Deməli, cavabımız hazırdır artıq. Məşəqqətli sözündə də yazı tələffüz arasında 2 dənə məqam olur. Səs düşümü və səs artımı müşahidə olur. O da təəccüblə də ə düşür. Lalə nandan kimi tələffüz olunur. Cavab Y variantı. Və qrammatika suallarından sonuncu sual. Sözlərin hər ikisi əsasında klasteri tamamlayan fikirləri müəyyən edin. Mütəfəkkir və niyyətli. Qarşılığı olmayan samitlə başlayır. Düzləri götürəcək. Eyni samit qoşalığı var. Niyyətli, mütəfəkkir. Aha. Eyni samit yoxdur da, orada mütəfəkkir olur. Deməli, bir səhvdir. Birləri çıxacaq. Sonra tərkibində uzanan sait iştirak edir. Mütəfəkkir, niyyətli. Yoxdur. Deyilişi yazışı arasında fərqli məqamlar var. Təbii ki, var. Niyyətli deyirik. 3-ü götürürük. Ahəng qanuna tabedir. Hər ikisi tabedir. 4. 3-4 variantı götürürüksə cavab Y variantıdır. Bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm.